Salam uşaqlar. Bu günləri biz tam mexaniki enerji haqqında danışacağıq. Bildiyiniz kimi tam mexaniki enerji haqqında biz nə demişik? Tam mexaniki enerji kinetik və potensial enerjinin cəminə bərabər olan bir kəmiyyətdir. Gəlin indi dərs haqqında birinci başlayaq. Dərsdə nədən danışırıq öncə? Tam mexaniki enerji. Məsəl üçün, burada maraq oyatma sual var ki, deyir ki, Leyla əlindəki topu sərbəst buraxır. Top döşəməyə dəydikdən sonra yuxarı sıçrayır. Bildik. Sual verir ki, top Leylanın əlində olanda onun hansı növ enerjisi var idi? Əlbəttə ki, Leyla onu sükunətdə tutur da, əlində, yuxarıda. Yuxarıda tutduğuna görə o müəyyən bir hündürlükdə olur. Müəyyən bir hündürlükdə də hündürlük varsa, demək demişik ki, orada potensial enerji var. Sükunətdədir deyə artıq onun sürətli olduğunu deyə bilmərik. Deməli, top Leylanın əlində olduqda onun potensial enerjisi olur. Top aşağı hərəkət edərkən hansı enerjiyə malik olur? Top aşağı doğru hərəkət etdikdə hündürlük azalır. Hündürlük azalırsa bunun müqabilində potensial enerji də azalır. Ancaq onun kinetik enerjisi artır. Çünki top yerə dəyənə qədər onun sürəti artır. Yəni kinetik enerjiyə malik olar. Və müəyyən müddət sonra potensial enerjisi yoxa çıxacaq. Sonra döşəməyə dəydikdən sonra top hansı enerji hesabına yuxarı sıçrayır? Əlbəttə ki, deformasiya nəticəsində, deformasiya da demişik elastiklik qüvvəsi hesabına baş verir. Elastiklik qüvvəsi varsa potensial enerji hesabına o yuxarı doğru qalxmağa başlayır və hündürlüyü artır. Dediyimiz kimi, tam enerji cismin potensial və kinetik enerjilərinin cəminə bərabərdir. Baxın, buradakı şəkil 1-də nümunə göstərilib. A hissəsində, B hissəsində və C hissəsində cisimlərin necə yerləşdiyi göstərilib. Dedik ki, A hissəsində olanda cisim sürəti 0 olur. Cismin sürəti 0 olursa, orada cismin kinetik enerjisi də avtomatik olaraq 0 olacaq. Çünki cismin kinetik enerjisi kinetik bərabərdir mv kvadratı bölünsün 2 düsturu ilə hesablanır. Buna görə də sürət orada 0 olduğuna görə avtomatik olaraq kinetik enerji də sıfırlanır. Və bu cisim hündürlükdə olduğuna görə, ən yüksək hündürlükdə olduğuna görə buradakı cism yalnız potensial enerjiyə malik olur və maksimal potensial enerjiyə malik olur. Buna görə də buradakı tam enerji yalnız maksimal potensial enerjiyə bərabərdir. İkinci halda isə cisim həm kinetik enerjiyə, həm də potensial enerjiyə malik olacaq. Dedik ki, potensial enerjisi hündürlük azaldığına görə get-gedə azalacaq, amma olacaqdır. Kinetik enerjisi artacaqdır. Çünki yerə düşənə qədər onun sürəti artır. Ona görə burada biz tam enerji üçün yazsaq, kinetik və potensial enerjilərin cəminə bərabər olduğunu deyə bilərik. C hissəsində isə göründüyü kimi artıq cisim yerdədir. Yerdə olduğuna görə artıq onun hündürlüyü sıfırlanıbdır, heç bir hündürlükdə deyil. Buna görə də buradakı potensial enerji sıfıra bərabərdir. Nəyə görə? Çünki potensial mgh düsturu ilə hesablanır. Orada h sıfır olduğuna görə potensial enerji də sıfır olur. Yalnız burada kinetik enerji maksimal qiymətə bərabər olur. Tam enerji üçün də biz deyə bilərik ki, tam enerji kinetik enerjinin maksimal qiymətinə bərabər ola bilər. Və bunlar üçün də düstur alsaq, göründüyü kimi bu düstur yazılıbdır. Birinci hissədə A hissəsində A nöqtəsində tam enerji dedik ki, potensial enerjinin maksimal qiymətinə bərabərdir. Və bunun üçün də yazsaq, mgh A yaza bilərik. Niyə? Çünki A nöqtəsinə qədər olan hündürlüyü yazmalıyıq HA. B hissəsinin, B nöqtəsindəki tam enerji üçün isə dedik ki, potensial və kinetik enerjilərin cəminə bərabərdir, elə deyilmi? Potensial enerjinin yerinə yazarıq mgHB, çünki B-dən yerə qədər olan hündürlük, onu HB ilə işarə eləmişik.
Üstə gəlsin kinetik enerjisində yaza bilərik ki, mv kvadrat bölünsün 2. Yəni B nöqtəsindəki onun sürətinin kvadratı ilə yazmalıyıq. Buradakı hissə üçün isə C hissəsində isə Y tam enerji kinetik enerjinin maksimal qiymətinə bərabərdir. O da mv S kvadratı bölünsün 2-dir. S nöqtəsinin sürətinin kvadratı bölünsün 2 həm də. Yəni buradan belə bir nəticəyə gəlmək olar ki, cismin tam enerjisinin qiyməti sabit olub, potensial və kinetik enerjilərin cəminə bərabərdir və bu ifadə də tam mexaniki enerjinin saxlanması qanunudur. Məsəl üçün, burada məsələ həlli verilib, həlli ilə bərabər verilib. Gəlin buna baxaq görək. Deyir, cisim yer səthindən 10 metr bölünsün saniyə sürəti ilə şaquli istiqamətdə yuxarıya doğru atılır. Yer səthindən hansı hündürlükdə? Cismin kinetik enerjisi potensial enerjisinin 3 dəfə çox olar. Havanın müqavimətini nəzərə almayın. Kinetik enerji potensial enerjidən 3 dəfə çox olar deyirsə, Y kinetik bərabərdir 3Y potensial yaza bilərik. Sürət də 10 metr bölünsün saniyədir. Dedik ki, tam enerji nəyə bərabərdir? Kinetiklə potensialın cəminə. Kinetikin yerinə 3Y potensial yazsaq, o eləyəcək 4Y potensial. Və yerdə olanda cisim bu nöqtədə yerdə olanda dedik ki, onun potensial enerjisi 0 olur. Kinetik enerjisi isə maksimal qiymət olur. Yəni buradakı cismin bu nöqtədə yer səthində olan cismin tam enerjisi yalnız kinetik enerjinin maksimal qiymətinə bərabər olur. Yəni Y tam bərabərdir Y kinetik maksimum. Biz də Y tam üçün nə aldıq? 4Y potensial yazdıq. Tam enerji üçün yaza bilərik ki, kinetik enerjinin maksimal qiymətinə bərabər olduğuna görə biz tam enerjinin burada yerinə mv0 kvadratı bölünsün 2 yaza bilərik. Niyə mgh yazmadıq? Çünki o artıq potensial enerji maksimal qiyməti olsaydı yazardıq. Ancaq burada Y tam enerji bu nöqtədə kinetik enerji maksimal qiymətinə bərabərdir. Ona görə mv0 kvadratı bölünsün 2 yazmalıyıq. Bərabərdir. 4Y potensial 4 vurulsun Y potensialın da yerinə mgh yaza bilərik öz düsturunu. Və buradakı m'lər ixtisar geçsə nə qalacaq? V0 kvadrat bölünsün 2 bərabərdir 4gh. Buradan h-ı tapsam o da bərabər olacaq. V0 kvadratı bölünsün 4g-ni də 2-yə vursam burada 8g eləyəcək. V0 kvadratı o da eləyir 10 kvadratı 100. 100 bölünsün 8 vurulsun 10 80. 100-ü də böləndə 80-i o da 1,25 metr eləyəcək. Yəni hündürlüyümüz 1,25 metrə bərabər olacaqdır. Düşün, müzakirə et, paylaş. Deyir ki, sizcə paraşütün havada ikən malik olduğu tam mexaniki enerji yerə çatdığındakı tam mexaniki enerjiyə bərabərdirmi? Bu halda tam mexaniki enerjinin saxlanma qanunu ödənilirmi? Paraşütün havada ikən malik olduğu tam mexaniki enerji ilə yerə çatdığındakı tam mexaniki enerji bir-birinə bərabər ola bilməz. Çünki düsturlar fərqlidir. Və bu halda mexaniki enerjinin saxlanma qanunu ödənilirmi? Xeyr, ödənilmir əslində. Çünki havanın müqavimətini də burada nəzərə alsaq, havanın müqavimət qüvvəsini də nəzərə aldıqda artıq burada mexaniki enerji azalar. Sonra keçək. İşləflərindəki bəzi tapşırıqlara baxaq. Birinci sualdan başlayaq. Kütləsi 2 kiloqram olan cisim yer səthindən şaquli istiqamətdə yuxarıya doğru atılır. Havanın müqaviməti nəzərə alınmır. Deyir ki, bizdə ilk olaraq atıldığı anda cismin kinetik enerjisi nəyə bərabərdir? Gəlin birinci cisim üzərində müşahidə edək görək nə baş verir ilk öncə. Deməli, bu cisim əgər bura gəlsə, bu şəraitdə, burada müəyyən hündürlükdə olduğuna görə buradakı Y kinetik 0 olacaq. Çünki maksimal hündürlükdə olanda o yalnız potensial enerjiyə malik olur. Və Y potensial da bərabər olacaq maksimal qiymətə. Onda buradakı tam enerji nəyə bərabər olar? Tam enerji Y potensial maksimumu. Burada isə
cisim hündürlüyü yoxdur deyə burada cismin potensial enerjisi 0 olar. Kinetik enerjisi maksimal olar. Və bu arada da tam enerji ilə kinetik enerjinin maksimal qiymətinə bərabər olacaq. Niyə? Çünki dedik ki, tam enerji kinetik enerji ilə potensial enerjinin cəminə bərabərdir. Və burada potensial enerji sıfırlandığına görə yalnız I kinetik maksimal qalır. Deyir ki, atıldığı anda cismin kinetik enerjisi nəyə bərabərdir? Yaxşı, kinetik enerji üçün nə yaza bilərik? Kinetik nəyə bərabərdir? Atıldığı anda, yəni yerdəki kinetik bərabərdir maksimal qiymət. MV kvadratı bölünsün 2-dir, eləmi? M nə qədərdir? 2 kiloqram. Sürəti nə qədərdir? 20-dir. 20-nin kvadratı bölünsün 2. Buradan 2-lər ixtisar getsə nə qalacaq? 20-nin kvadratı 400 joule. Sonra deyir ki, cismin yerə nəzərən maksimal potensial enerjisi nəyə bərabərdir? Yerə nəzərən, cismin yerə nəzərən. Yəni deyir ki, buradakı halındakı potensial enerjisi nəyə bərabərdir? Yəni ki, buradakı potensial enerji maksimal qiymətə malikdir, elə deyilmi? Biz belə yaza bilərik buradakı cisim üçün. Y kinetik maksimum Y potensial maksimuma bərabər ola bilər. Niyə? Çünki bunlar da Y tama bərabər olduğuna görə elə o da bərabər 400 joule. Sonra cismin tam mexaniki enerjisi nəyə bərabərdir? Dediyimiz kimi elə buradan görünür ki, tam mexaniki enerji kinetik və potensial enerji maksimal qiymətlə bərabərdir. O da 400 joule. Havanın müqaviməti nəzərə alınsaydı, hərəkət müddətində cismin tam mexaniki enerjisi necə dəyişərdi? Əlbəttə ki, havanın müqaviməti nəzərə alınırsa, cismin mexaniki enerjisi azalır. Kütləsi 3 kiloqram olan cisim 60 metr hündürlükdən sərbəst buraxılır. Cismin yerə çarpdığı anda sürəti nəyə bərabərdir? Deməli, biz bunun üçün yaza bilərik ki, verilənləri yazaq ilk öncə. M nəyə bərabərdir? 3-ə. H nəyə bərabərdir? H bərabərdir 60-dır. Cismin yerə çatdığı anda sürəti nəyə bərabərdir? Bizdən V-ni istəyir. V bərabərdir suala. J də bərabərdir 10-a. Buradan biz kinetiklə potensialı bərabərləşdirə bilərik. Yəni, Y potensial nəyə bərabərdir? Y potensial bərabərdir MJH-a. Bəs kinetik enerji nəyə bərabərdir? Y kinetik bərabərdir MV kvadratı bölünsün 2. Çünki sürəti istəyir. Yaza bilərik ki, buradan MJH bərabərdir MV kvadratı bölünsün 2. Buradan M-lər ixtisar getsə, V-ni tapsam nə olar? Buradan yazaram ki, V kvadratı bərabərdir 2JH-a. Kvadratda bərabərliyin bu tərəfindən keçirsəm, kök altında olacaq 2JH-a. Bunu da yazsam, bu da bərabərdir 2 vurulsun. J 10-dur, H-ın qiyməti də 60-dır. Bu da eləyəcək kök altında 1200. Və onu da belə yaza bilərəm. Kök altında 400 vurulsun 3 kimi yaza bilərəm. 400-ü də kökdən çıxarsam, böyləcə 20 kökdə 3 metr bölünsün saniyə. Sonra, Nicat topu əlindən sərbəst buraxır və top aşağıya doğru hərəkət edir. Deyir ki, topun hərəkət müddətində hansı qüvvə onun üzərində iş görür? Bu iş müsbətdir, yoxsa mənfidir? Top aşağıya doğru hərəkət edir deyə, onun hansı qüvvə topun üzərində hansı qüvvə iş görür? Əlbəttə ki, ağırlıq qüvvəsi iş görəcək. F ağırlıq. Onun dəyişimi müsbət olacaq. Niyə görə müsbət olacaq? Çünki hərəkət aşağıdırsa, A təcili də aşağıdır, V də aşağıdır. Və əgər qüvvə aşağıdırsa, dedik ki, təcil də qüvvə istiqamətdən yönəlir, o da aşağıdır və top yerə düşdüyünə görə sürət də aşağı olacaq. Yəni, hərəkətlə eyni istiqamətdədirsə, görülən iş müsbət olacaq. Sonra, top hərəkət edərkən hansı enerji çevrilmələri müşahidə olunur?
Dediyimiz kimi, top yuxarıda olduqda, bu nöqtədə olduqda, necə topu əlində tutduqda, o yalnız potensial enerjiyə malik olur. Yəni yaza bilərik ki, buradakı cisim potensial enerjisi maksimal olur. Kinetik enerjisi isə sıfıra bərabər olur. Çünki sürət burada sıfırdır. Və cisim bura gələnə qədər, burada isə yerdə olduqda onun demək potensial enerjisi sıfır, kinetik enerjisi maksimum olacaq. Yəni potensial enerji kinetik enerjiyə çevriləcək. Top düşərkən yolun yarısına çatdıqda onun potensial enerjisi kinetik enerjisinə nisbəti nəyə bərabərdir? Burada ilk öncə top hansı hündürlükdə idi? Top bu hündürlükdə idi, elə deyilmi? H hündürlüyü. Top deyirik ki, bu hissəyə gəldi. Məsəl üçün, bura gəldi. Buradakı hündürlüyü nə qədər olacaq onda? H bölünsün 2. H bölünsün 2. Çünki yarısında, hündürlüyün yarısına bərabər olacaq orada. Bunun üçün nə yaza bilərik? Deyir ki, potensial enerjisi nisbəti ilə kinetik enerjisi nisbəti nəyə bərabərdir? Yazaram ki, burada mən tam enerji üçün nə yazaram? Tam bilirik ki, Y potensialla Y kinetikin cəminə bərabərdir, elə deyilmi? Y tam bərabər olar onda mgh üstə gəlsin mv kvadratı bölünsün 2. Və tam enerji üçün biz burada yaza bilərik ki, mgh həmin yarı hündürlüyə çatdıqda mgh bölünsün 2 yazacağım burada. Mgh bölünsün 2. Y kinetiki də saxlayaq. Çünki Y kinetiki birinci tapaq, gəlin. Buradan Y kinetik nəyə bərabər olacaq? Y kinetik olacaq ki, mgh çıxılsın, mgh bölünsün 2-yə. O da bərabər olacaq. Elə ki, 1-dən çıxacam 2-də 1-i, o da eləcək elə 2-də 1. Yəni, mgh bölünsün 2. Y kinetik aldım, mgh bölünsün 2. Y potensial bilirəm ki, nədir? Y potensial da həmin nöqtədə, yəni yarı olan nöqtədə. Y potensialın da qiyməti elə mgh bölünsün 2-dir. Onu nə yazaram? Y kinetik bölünsün Y potensial istəyirsə məndən, o da bərabər olacaq elə 1-ə. Sonra, yerə dəydiyi anda topun kinetiki onun sərbəst buraxılan andakı potensial enerjisindən böyük ola bilərmi? Ola bilməz. Çünki burada Y kinetik maksimum, Y potensial maksimuma bərabər olduğuna görə, yəni burada mv kvadrat bölünsün 2 mgh-a bərabər olacaq. Yəni ola bilməz. Hansı halda topun yerə dəyən andakı kinetik enerjisi sərbəst buraxıldığı andakı potensial enerjisinə bərabərdir? Hansı halda daha azdır? Yəni havanın müqavimət qüvvəsi nəzərə alınmadığı halda, yəni bu halda, şəkildə göstərildiyi kimi bu halda havanın müqavimət qüvvəsi nəzərə alınmasa, yəni kinetik enerji potensial enerjiyə bərabər olar. Ancaq alınsaydı bərabər olmazdı. Yəni tam enerji azalardı qiyməti. Sonra, cisim yer səthindən şaquli istiqamətdə yuxarıya doğru atılır. Yer səthindən hansı hündürlükdə cismin kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olar? Biz nə yazacağıq burada? Deməli, deyir ki, kinetik bərabərdir, 4y potensial olar. 4 dəfə böyükdür, deyir. Bunda nə yazacağım? Kinetikin yerinə mən nə yaza bilərəm? Mv kvadratı
bölünsün 2 bərabərdir 4 vurulsun mgh. Da m'lər getsin. Onda v kvadratı nəyə bərabər olar burada? V kvadrat bərabər olar 8 gh-a. Tam enerji üçün nə yaza bilərik biz? Buradan tam enerji bərabərdir kinetiklə potensialın cəminə. Kinetikin yerinə 4y potensial yazsam, burada y tam bərabər olacaq. 4y potensial üstə gəlsin y potensiala. Bu bərabər 5y potensial. Və cisim burada y tamın yerinə cisim yerdə olduqda o yalnız kinetik enerji maksimal qiymətinə bərabər olduğuna görə tam enerji mən yerinə yaza bilərəm ki, mv kvadratı bölünsün 2 bərabərdir 5 vurulsun y potensialın yerinə potensial enerjinin ölçüsü nədir? mgh. Buradan m'lər ixtisar getsin. Buradan nə qalacaq? v0 kvadrat bərabər olacaq 10 gh-a. H da bərabər olacaq v0 kvadratı bölünsün 10 gh. O da bərabər olacaq 30'un kvadratı 900 bölünsün dəqiqə. Burada h yoxdur. Buradakı h istəyir mənəm. Burada h yoxdur. H-ı tapıram mən ona görə. Bölünsün, onu da 10'a vuranda 100 eləyir. Bu da bərabər olacaq 9 metr. Sonra 5-ci sual. Yer səthindən 200 metr hündürlükdə uçan 10 ton kütləli təyyarənin sürəti 360 km/saat olarsa, onun tam mexaniki enerjisini hesablayın. Hesablayaq. Birinci olaraq verilənlərimizi yazaq. H neçədir? 200 metrdir. Çevrilmə aparmalıyam, çünki bəzi burada hissələrdə. Kütlə nə qədərdir? 10 tondursa, 10 vurulsun 1000 olacaq bu. Bu da 10 vurulsun 10 üstü 3. Elə belə yazaq. Sıfırlarda yazaq. Belə qalsın. Kiloqram. V nə qədərdir? V-ni tapsam 360 vurulsun kilometr metrə çevirəndə 1000 eləyəcək. Saatı da saniyə çevirəndə 3600. Buradakı sıfırlar getsin. Buradakı 360 ilə 36 getsə burada 10 qalar. Onu da 10'a vuranda 100 metr bölünsün saniyə qalacaq. Sonra məndən nə istəyir? Tam mexaniki enerjisini istəyir, eləmi? Tam mexaniki enerji nəyə bərabərdir? Kinetiklə potensialın cəminə. Burada mən nə yaza bilərəm? mv kvadratı bölünsün 2 kinetik enerjinin üstə gəlsin potensial enerji mgh. O da bərabər olar. Deməli m nə qədərdir? 1000. Daha doğrusu 10.000 vurulsun. V-nin kvadratı 100'dür. 100'ün kvadratı da 10.000 bölünsün 2 üstə gəlsin 10.000 vurulsun J'nin qiyməti nə qədərdir? 10. O da vurulsun 200. Bunları da hesablasam mənim cavabım qalacaq 70 vurulsun 10 üstü 6 joule. Altıncı sual. Şəkildəki oyuncaq tapançadan ateş açdıqda hansı enerji çevrilmələri baş verir? Cavabınızı əsaslandırın. Belə ki, göründüyü kimi burada yay var. Yay varsa nə var burada? Elastiklik qüvvəsi. Elastiklik qüvvəsi nədə idi? Potensial enerji ilə əlaqəli idi. Yəni, oyuncaq tapançadan yay açılıb sıxıldığına görə potensial enerjiyə malik olur. Tətik çəkildikdə isə yay açılır və bu enerji gülləyə ötürülərək onu hərəkətə gətirir. Yəni, burada potensial enerji kinetik enerjiyə çevrilir.
7-ci sual. Nicat liftə minir və yuxarı mərtəbələrdən birinin düyməsini sıxır. Liftin yuxarıya doğru yeyinləşən hərəkəti zamanı aşağıdakılardan hansılara baş verir? Yəni, lift yuxarıya doğru hərəkət edir. Yuxarıya doğru hərəkət edirsə, deməli, hündürlük nə artır? Hündürlük əlbəttə ki, artacaqdır. Əvvəl aşağıdaydı, sonra yuxarı qalxırsa, hündürlük get-gedə artır. Deməli, hündürlük artırsa, potensial enerji də artar, elə deyilmi? Deməli, biz burada nə yazmalıyıq? Potensial enerji artar. Bu düzdür. Y variantı düzdür. Kinetik enerji. Lift əvvəl sükunətdə idi, sonra sürəti get-gedə artdı, yuxarıya doğru hərəkət etdiyində artır. Deməli, potensial enerji də artar. A variantı da doğrudur. Kinetik potensial enerji artırsa, avtomatik olaraq tam mexaniki enerji də artar. Çünki tam mexaniki enerji potensialın kinetikinin cəminə bərabərdir. Və yaxud da belə də deyə bilərik ki, lift mühərrik tərəfindən iş görüldüyünə görə, yəni burada iş görülür deyə tam mexaniki enerji də artar. Belə deyə bilərik. Oldu, dərsimiz bu qədər. Dərsi də oxuyursunuz yaxşıca, yəni dərsi oxumamış izaha baxmaq o qədər də tövsiyə olunmur. Ən yaxşısı siz dərsi oxuyun, sonra bir dəfə özündən oxuyun, sonra izaha baxın. Oldu, görüşənədək.